Salam. 7-ci sinif 2-ci hissə biologiyadan elm, texnologiya, həyat mövzusuna baxaq. Burada müasir dövrdə bildiyiniz kimi sağlam həyat tərzi üçün planlaşdırılmış fəaliyyətlərin idarə edilməsi məqsədi ilə mobil sağlamlıq tətbiq proqramlarından istifadə göstərilibdir. Bildiyiniz kimi bu proqramların sayı artmaqdadır. Hansı ki 150 mindən çox mobil sağlamlıq proqramları mövcuddur. Mobil telefon və smart saatlar yüklənmiş bu proqramlar vasitəsilə gündəlik addım sayını, bədənin kütlə indeksini, nəbz sayını, qan təzyiqini, qanda oksigenin miqdarını, gün ərzində neçə saat yatdığınızı, qəbul etdiyiniz qidanın kalorisini hesablamaq, sağlam həyat tərzini təmin etmək üçün uyğun olan gün rejimini təklif edirlər ki, bu da insanlar arasında xəstəlik probleminin azalmasına gətirib çıxarır. Kentucky Universitetinin alimlərinin 10.000 xəstə üzərində apardığı araşdırma nəticəsində məlum olub ki, mobil sağlamlıq proqramlarından istifadə təcili yardım şöbələrinə müraciətləri 87%, xəstəxanaya yerləşdirmələri 92%, səhiyyə xərclərini isə 80%-ə qədər azaltmışdır. Sağlamlıq problemi istifadəçilərinin təxminən 96% bu proqramları onların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək etdiyinə inanırlar. Bax, burada gördüyünüz kimi bu proqramlar mobil telefonlarına yüklənir. Hər bir şəxs özünün sağlamlığını bu proqramlar vasitəsilə izləyə bilər və yaxud vaxtında aradan problemi qaldıra bilər. Mən həmişə deyirəm ki, xülasə ümumiyyətlə mənim ən çox xoşuma gələn bir sahədir. Odur ki, xülasəyə siz də diqqət yetirin. Burada bildiyiniz kimi biz öyrəndik bu bölmədə sağlam həyat tərzi nədir, ona nə təsir göstərir, onun hansı formaları var. Gördüyünüz kimi fiziki sağlamlıq və psixi sağlamlıq mövcuddur. İnsanın həyat tərzi bu iki sağlamlıq əsasında qurulur. Fiziki sağlamlığa düzgün qidalanma, fiziki fəallıq, zərərli vərdişlərdən çəkinmək kimi sahələr aiddir. Artıq bunları biz öyrənmişik. Psixi sağlamlığa isə öz növbəsində emosional hal, psixoloji hal, rifah halı aiddir. Bütün bu xüsusiyyətlərə diqqətlə nəzər yetirməklə insan, hər bir şəxs öz sağlamlığının qayğısına qala bilər. Bundan başqa zərərli vərdişlər vardır ki, qeyd elədik. Zərərli vərdişlərə aid ola bilər mobil cihaz, televiziya, internet asılılığı, fast-food məhsullardan istifadə, spirtli və energetik içkilərə alüdəlik, siqaret, narkotik və nikotin maddələrinə alüdəçilik və sair zərərli vərdişlər hesab olunur. Artıq əvvəlki dərsimizdə biz bədənin kütlə indeksi haqqında məlumat verdik. Qeyd elədik ki, bədən kütləsinin boyun kvadratına olan nisbəti şəklində hər bir adam tapa bilər bunu ki, bədənin kütlə indeksi nəyə bərabərdir və yaxud qeyd elədik ki, mobil telefonlarda da bədənin kütlə indeksini müəyyən etməyə uyğunlaşdırılmış proqram mövcuddur ki, ondan da istifadə edilə bilinər. Bildiyimiz kimi, əgər bədənin kütlə indeksi 18.5-dən kiçikdirsə, çəki azlığını göstəricisidir. 18.5 ilə 24.9 arasındadsa bu normal çəki bədənin kütlə indeksinin göstəricisidir. Amma 25 ilə 29.9 arasındadsa bu isə artıq piyələnmə doğru yolda olduğunu göstərən artıq çəkinin göstəricisidir. 30-dan böyük olma isə bədənin kütlə indeksinin piyələnmənin olduğunu göstərir və beləliklə hər bir şəxs bədənin kütlə indeksini müəyyən eləməklə bədən çəkisinin az, normal və ya artıq çəki miqdarında olduğunu və ya piyələnmə dərəcəsində olduğunu müəyyən eləyə bilər. Bu qədər, sağ olun.